Yay fəslinin gəlişi gün eynəyindən istifadəni aktuallaşdırıb. Həkimlər də gözü günəş şüalarından qorumaq üçün eynəklərdən istifadəni vacib sayırlar. Əks halda göz əzələlərinin yorulması və fərqli problemlərin yaranması halları baş verə bilər. Gün şüaları deməli katarakta xəstəliyi əmələ gətirə bilər. Əgər eynəkdən istifadə eləməsək. Katarakta, diabetik retinopatiyalarda, şəkərli diabetlərdə, göz dibində diabetik retinopatiya xəstəliklərində çox böyük təsir eləyə bilər. Quru göz sindromunda gözlərə təsir eləyə bilər. Günün şaquli düşən vaxtlarında, saatlarda, saat 9 tamamdan saat 11 və 12-nin yarısına qədər gündə olmaq olar. Uşaqlar D vitaminindən gündən zəngin gün vannaları qəbul edə bilərlər və böyük insanlarımızın hamısı demək olar ki, amma saat 12-dən 5-ə qədər gün şüası zərərlidir insanlara. Bəs görəsən, gün eynəkləri alarkən nələrə diqqət etmək lazımdır? Alıcılar daha çox hansı eynəklərə üstünlük verirlər? Satıcıların sözlərinə görə son zamanlar UV, yəni ultrabənövşəyi filtrli eynəklərə daha çox üstünlük verilir. Günəş eynəklərindən, polaroid eynəklərdən daha çox istifadə olunur. Onlarda qoruyuculuq maksimum olur. Ultrabənövşəyi şüalardan qorunma maksimum, yəni 420 olur. Keçirici isə 85% olur. Qiymətlər 15 AZN-dən başlayır. Hər qiymətə, hər büdcəyə uyğun eynəklər mövcuddur mağazamızda. Bu eynəklərin digər eynəklərdən özəlliyi ona görədir ki, bunların qoruyuculuqları dediyim kimi daha çoxdur. Günəşdən maksimum qoruyur və UV filtrsiz, yəni UV qoruyucusuz eynəklər də var. Onlar sadə eynək gedirlər. Onlar günəş şüalarını demək olar ki, qarşısına almırlar. Diqqət ediləsi məqamlardan biri də eynəklərin orijinallığıdır. Çünki saxta eynəklər tünd görünsə də gözü qorumur, əksinə daha çox zərər verə bilər. Ələkbər Salih, Zaur Həşimov, Telesər.